Salam aleykum. Bugün Ramazanın 20-ci günüdür. İnanmaq çətindir, amma artıq mübarək ayın 2/3-ni geridə qoyduq. Rəhmət günlərindən sonra bugün bağışlanma 10 günlüyünə də yekun vururuq. Bu 20 gün ərzində ruhumuzda hansı dəyişikliklər oldu? Nəfsimizi nə qədər tərbiyə edə bildik? Bugün bir dayanma, nəfəs dərmə və böyük finala, son 10 günə hazırlaşma günüdür. Günün ayəsi: cənnətə doğru yarışın. Rəbbinizin bağışlanmasına və genişliyi göylərlə yer qədər olan müttəqilər, yəni Allahdan qorxanlar üçün hazırlanmış cənnətə tələsin, yarışın. Ali İmran surəsi 133. Açıqlama: Allah Teala bizə yerinizdə sayın demir, tələsin və yarışın deyir. Ramazanın ilk 20 günü əslində son 10 gündəki o böyük qaçış üçün bir məşq idi. Bağışlanma diləmək sadəcə keçmişi təmizləmək deyil, həm də cənnətə gedən yolda sürəti artırmaqdır. Bugün bu ayənin işığında özümüzə soruşaq: mən cənnətə doğru qaçıram, yoxsa sadəcə yerimdə addımlayıram? Günün hədisi: Ramazanın 3 mərhələsi. Hədis: Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur: Ramazan ayı elə bir aydır ki, əvvəli rəhmət, ortası bağışlanma, sonu isə cəhənnəm atəşindən qurtuluşdur. İbn Əbiddünya. Açıqlama: bugün biz o orta mərhələni, yəni bağışlanma qapısını bağlayırıq. Amma bu o demək deyil ki, bağışlanma bitdi. Əksinə, biz artıq təmizlənmiş bir ruhla ən çətin və ən bərəkətli imtihana, cəhənnəmdən azad olma mərhələsinə keçirik. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm son 10 gün gələndə ibadətini daha da artırar, gecələrini tamamilə dirildərdi. Bizim üçün də artıq vites artırmaq vaxtıdır. Günün duası: tam bağışlanma diləyi. Gəlin bağışlanma günlərini bu səmimi dua ilə yekunlaşdıraq. Allahım, bu 20 gün ərzində etdiyimiz ibadətləri, tutduğumuz orucları qəbul eylə. Əgər bu günə qədər hələ də bağışlanmayan bir günahımız qalıbsa, sənin sonsuz rəhmətinlə bizi acı və bizi əfv et. Qəlbimizi son 10 günün bərəkətinə hazırla. Bizi Qədr gecəsinə yetişən və o gecənin nurundan tam pay alan bəndələrindən eylə. Amin. Əziz dostlar, bugün iftardan sonra 10 dəqiqə tək qalın. Bir kağız qələm götürün və bu 20 gündə özünüzdə düzəltdiyiniz 3 şeyi və son 10 gündə hədəf qoyduğunuz 3 yeni ibadəti yazın. Artıq oyunun son və ən mühüm hissəsi başlayır. Yorulmaq yoxdur. Şərhlərdə son 10 gün üçün özünüzə verdiyiniz sözü yaza bilərsiniz. Sabah 21-ci gündə cəhənnəmdən qurtuluş və etiqaf mövzusunda görüşənədək Allaha əmanət olun.